Videonun başlığını İslam və marketinq olaraq seçmişəm. Ümumi olaraq mövzu isə bundan ibarətdir ki, bir insanda və kütlədə bəyənmədiyiniz pis bir davranışı yaxşı bir davranışa dəyişmək üçün nələr etməliyik? Burada sizə bir araşdırmacının yanaşmasını bildirəcəm və İslamda bunun örnəyi, bənzəri nə şəkildədir, onları bildirməyə çalışacağım. Ümid edirəm maraqlı olar. Xüsusən xidmət sahələrindən bağlı araşdırma etməyi çox xoşlayıram və bu araşdırmalar bəzən məni fərqli istiqamətlərə apara bilir. Xüsusən psixologiya və sosiologiya ilə bağlı çox nəzəriyyə və yaxud yanaşmaya mən sahib ola bilirəm bu araşdırmanı etdiyim müddət zərfində. Michael Rothschild adında bir araşdırmacının Behavioral Framework, davranışsal çərçivə adında bir yanaşmasına rastlamışdım. Bu yanaşma özlüyündə nələri ehtiva edir? Michael Rothschild iddia edir ki, əgər siz insanlarda müəyyən davranışı dəyişmək istəyirsinizsə, o zaman 3 dənə amildən istifadə etməlisiniz. Bunlar olarsa o davranışlarını dəyişəcək kimi bir iddiası var. Onlardan biri education'dır, yəni təhsildir. Onlara məlumat verməlisiniz. Niyə onları hansı istiqamətə yönləndirdiyinizlə bağlı kifayət qədər məlumatlı olmalıdırlar. İkincisi marketinqdir. Bu məni çox düşündürürdü ki, biz insan davranışıyla bağlı danışırıq və yaxud oxuyuruq. Marketinqin burada nə işi var? Marketinq nə rol oynayır burada? Marketinq təşviq rolunu oynayır. Əgər siz bir insanda bir davranışı dəyişir və yaxud bunu yeniləmək, başqa bir davranışla əvəz etmək istəyirsinizsə, o zaman siz orada təşviq edici bir şey təqdim etməlisiniz həmin insana. Orqanik məhsullara insanları təşviq etmək istəyirsə, qiyməti aşağı sala bilərsiniz tərzində. Üçüncüsü isə bir davranışı dəyişmək üçün law adında, yəni qanun, qayda, cəza və məcburi tədbirlər başlığı altında başqa bir amili Michael Rothschild təklif edir. Məsəl üçün, bizim insanlarımız bir vaxt piyada keçidindən o qədər də insan çox istifadə etmirdi. Onlar kifayət qədər məlumatlıydılar. Onların buradakı mükafatı oydu ki, piyada keçidindən daha təhlükəsiz şəkildə keçə bilərdilər. Lakin əksəriyyət insanın bu vecinə deyildi. Sonra nə oldu? Cərimələr tətbiq olunmağa başladı. Məsəl üçün, polis 20 manat, 30 manat cərimə yazandan sonra insanları o çərçivəyə salandan sonra məcburi olaraq onlardakı o davranışları dəyişmiş oldu. Və indi həqiqətən də fikir verə bilərsiniz ki, əksər insanlar piyada keçidindən istifadə edirlər. Mən bunları oxuya-oxuya İslamda müəyyən qaydalar, qanunlar ağlıma gəlir. Məsələn, bu 1-2 gün ərzində Aşura günü olacaq. Aşura günündə bu və bu kimi günlərdə müsəlmanlar oruç tuturlar və hər biz o mesajı alanda onun yanında bir təşviq görürük. O təşviq mənə bu ikisi arasında əlaqə qurmağa kömək etdi. Məsəl üçün, deyilir ki, filan gün oruç tutsan, bir il əvvəlki və yaxud bir il sonraki günahların üçün bu kəffarə olacaq. Və geri dönüb kitaba baxanda görürəm ki, məsəl üçün, yaradan insanları yaxşı davranışa yönləndirmək üçün bizi eyni sanki amillərlə daha da yaxşı bir insan halına gətirmək istəyir. Misal üçün, kitab bizim üçün education, yəni bilgi rolunu oynayır, məlumat rolunu oynayır. Bizim orada ala biləcəyimiz kifayət qədər məlumat var. İkincisi, işin marketinq tərəfi İslamda nədir? Allah Taala bizə bir əmri yerinə yetirin, bunun qarşılığında sizə filan şeylər vəd olunacaq deyə söz verir. Bu işin marketinq tərəfi, yəni təşviq tərəfidir. Çünki insanın davranışını yaratdığını bildiyindən dolayı əmindir ki, bunu ora sövq etmək üçün buna nəsə şirinlikləşdirici bir şey verməlisən. O da bizim inancımızda var. Üçüncüsü isə Michael Rothschild'in iddia etdiyi qayda, qanun kimi eyni əslində ifadədir. Cəza və məcburi tədbirlər. Və Allah Taala eyni ilə bizə deyir ki, məsələn, siz filan şeylər etməsəz, başınıza filan mənfi işlər gələcək. Araşdırmanı oxuyanda mənim ağlımda inancımızla bağlı müəyyən hissələr canlandı və üzərində düşünüb bu fikrə, qənaətə gəlib bu videonu çəkmək istədim. Burada videonu dayandıracağım mən, amma tövsiyəm ondan ibarətdir ki, işin ikinci tərəfini, geri qalanını təklikdə maraqlı olanlar təbii ki, düşünüb özü üçün böyük fayda çıxara bilər. Bir davranışı dəyişmək üçün hansı amillər bizim həyatımızda rol oynaya bilər?